İran nə mənadır? Baxın, mən bundan işim yoxdur ki, İran sözünün kim cürcüyübdür, hardan gəlibdir, kökəni 40 min il getməti vardı ya 40 il getməti vardı. Mən bundan işim yoxdur. Fəqət indi istəyirəm, indi bu günnəmə, bu il İranın anlamı nə mənadır? İran heç bir qomu göstərmir. Yəni bizim qom və İran adında biz adımız yoxdur. Çün, əgər ola qom İranımız ola, bu qomun gərək özünə görə məxsus dili ola. Məxsus fərhəngi olar. Görürük. Bu məxsus dillə fərhəng həmin fasllarındır. Bu faslar həmin yox, o cürdə. Siz deyən dil farsi dilidir. Siz deyən fərhəng faslarındır. Pəs bu qom İran da, bu qom fasdır. Pəs bizim qom İranımız yoxdur. İkinci, bizim İranı dilimiz yoxdur. Yəni bu İranı dili yox, rəbt yox. İranı dilimiz yox. Bizim farsi dilimiz var, türk dilimiz var, ərəbi, kürdi və ilahi. Kürdi zirşaxi farsidir. Türkü, indiki Türkü, Azərbaycan zirşaxi türküdür və bu tür gedir qabaq. İran sözü hər hardan gəlib. İndi İranın anlamı budur. İndiki coğrafiya, indiki sınırlar ki çəkilibdir, bu coğrafiyanın adı İrandır. Yəni özdə əzli hazır məsələn deyək, bu dağdaş yox ha. Məsələn bu coğrafiyanın içərisində bizim qisməti Qafqazımız var. Qisməti Zagrosumuz var. Qisməti mərkəzi, məsələn Kəvir, Lut, Kəvir və bu cür yerlər varımızdır. Məncə o da demək fəqət bu İran yox. İndiki coğrafiyanın adı, indiki ölkənin adı İran. Tutuldu getdi. İran nə qom adıdır, nə bir el adıdır, nə dil adıdır, nə fərhəng adıdır. Fərhəng İranı yoxumuzdur. Qom İranı yoxumuzdur. İranı dilimiz də yoxdur. İranı indiki olan coğrafiya adı ilə.